Bəzən bir insanla söhbət edərsən, sanki yenilənərsən. Üstündə yüngüllük hiss eləyərsən, negativ duyğu və hisslərdən səndə əsər əlamət qalmaz. Bəli, vardır belə insanlar. Qarşılıq gözləmədən yardım etmək istəyi, humanist, hər şeyi bütöv sevən, insanı, heyvanı, çiçəyi, böcəyi və təbiəti. Sanki qoruyucu bir mələk kimi hər kəsi qorumağa çalışar, yardım etmək istəyər, eyni zamanda üst bilinç və saf bir enerji və təsavvufda buna dərviş məqamı deyilir. Bunlar doqquzlardır və onlar sözün əsl mənasında şəfaçıdırlar. Doqquzlar hara gedərsə, kiminlə dostluq edərsə, hansı məkanda olarlarsa, hər bir kəsə şəfa ötürərlər. Amma bu onların özlərinə o qədər də yaxşı təsir etməz. Çünki doqquzlar qarşılaşdığı insanlardan negativ enerjini öz üstlərinə götürə bilərlər və bu da onların yaşam keyfiyyətinə mane olur. El arasında deyilən ən çox göz dəydi, nəfis tutdu, həmən kəlmə doqquzlara aiddir və doqquzlar toplu insan olan yerə gedəndə onlar evə baş ağrısı, göz ağrısı, boyun ağrısı ilə qayıda bilərlər. Hətta bəzi doqquzlar toplu insan olan yerə getməkdən çəkinərlər. Ona görə də doqquzlara mütləq qorunma lazımdır. Nə xoş ki, bizim numerologiyada doqquzların enerji balansını yerinə qoymaq üçün, onları negativdən qorumaq üçün çarələr vardır və əziz valideynlər övladlarınız üçün müraciət edə bilərsiniz.